Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu vesselamu ala Resulillahil emin. Ve ala alihi ve men istenne bi sünneti ile yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli Müslüman bazı ve kardeşlerimiz. Bir kısa fayda var. İstəyirəm onu hem özümə hem sizə xatırladım. Bilirsiniz ki, şəriətimizdə, dinimizdə Allah və Resulü qəlb məsələlərinə önəm verib və qəlb məsələlərini qeyd ediblər. Muhammed sallallahu aleyhi və səlləm öz səhih hədislərində bizə qəlbdən xəbər verib və onun nə qədər mühüm olduğunu bildirib. Abu Hureyradan gələn rivayətdə, hansı ki hədisi İmam Müslim rivayət edib, Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki, İnna Allah la yanzuru ilə suvarikum və la ilə əmvalikum və lakin yanzur ilə qulubikum və ə'malikum. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, həqiqətən də Allah sizin surətlərinizə və mallarınıza baxmaz. Yəni Allah təala baxmaz kim gözəldir, kim gözəl deyil, kim ucadır, kim qısadır, kimin gücü var, kimin gücü yoxdur, kim sağlamdır, kim xəstədir və həmçinin kimin malı çoxdur, kimin malı azdır, buna baxmaz Allah təala. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah təala baxar nəyə? Qəlblərə və əməllərə. Qəlbə və ondan doğan əməllərə baxar. Həmçinin başqa bir rivayətdə Nu'man ibn Bəşir radiyallahu anh rivayətində, hansı ki hədisi İmam Buxari Müslim rivayət edib, həmçinin bu hədisi İmam Nəvəvi rahimehullah 40 hədisdə 6-cı hədis olaraq gətirib. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, Ələ və innə fil cəsədi mudğa. Bilin ki, bədəndə bir ət parçası var. İdə salihət salihəl cəsədu kulluhu. Bilin ki, əgər o salamat olsa, bütün bədən salamat olar. Və idə fəsədət fəsədəl cəsədu kulluhu. Əgər o fəsad olsa, bütün bədən fəsad olar. Və sonra buyurur ki, Ələ və hiyə əl-qalb. Sonra bildirir ki, Muhammed sallallahu aleyhi ve sellem, bilin ki, o qəlbdir. Qəlbi Peyğəmbər sallallahu aleyhi ve sellem elə vəsf edib ki, əgər o salamat olsa, bütün bədən, bütün əza salamat olur. Fikir versəz, qeyd olunub qəlb. Yəni, insan qəlbinə, qəlbin daxilində olanlara, içində olanlara fikir verməlidir. Çünki Allah Taala'nın baxdığı yer oradır, əsas oradır. Oranı düzəltmək lazımdır. Oranın sağlam olmasının üzərində işləmək lazımdır. Əvvəlcədən Allah Taala'dan istəyirəm ki, Allah Taala hər birimizə həm qəlbimizi, həm də zahirimizi, gizlimizi, aşkarımızı düzəltməkdə, islah etməkdə bizə yardım etsin. Və Şeyx Muhammed ibn Salih Əl-Utheymin rahiməhullah Əl-Liqa'u Şəhri deyilən çıxışları var Şeyx Muhammed ibn Salih Əl-Utheymin rahiməhullahın qəlb barədə gözəl nəsihət eləyir. Elə bilirəm ki, bu həm mənə, həm də sizə inşallah fayda verər. Bildiyimiz bir məsələlərdir, lakin Allah Taala bizə Quran-ı Kərimdə ayədə xatırladır öz Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellemin dilindən. Buyurur ki, وَذَكِّرْ فَإِنَّ الذِّكْرَ تَنْفَعُ الْمُؤْمِنِينَ. Sən xatırlatmaq möminlərə fayda verir. Ona görə inşallah xatırlayaq bilsək də, çünki bizə faydası olacaq. Şeyx buyurur ki, fəttiş qalbəkə ya əxi. Ey qardaşım, qəlbivə bax, qəlbivi araşdır, qəlbivin içində olanlara bax. Burada ya əxidir, ey qardaşım deyir, bu ümumi nəsihətdir. Həm kişilərə, həmçinin də qadınlara. Bildirir ki, şeyx, həl fikə riyə, bax qəlbivə gör, səndə riya var. Riya dəyərli qardaşlarım və bazılarım ən təhlükəli əməllərdəndir ki, insan hətta bəzən onu hiss eləmir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Əxfafu mə əxafu aleykum əşşirkul asğar, fəsulə ənhu qalə ər-riya. Bildirir ki, sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir. Soruşurlar ki, ya Rasulallah, nədir o kiçik şirk? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, o riyadır. Riya yəni əməlləri Allahdan qeyrisinə göstərmək. Allahdan qeyrisinə göstərmək. Vəsf edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm başqa bir hədisdə necə eləyə bilər onu? Fəyəqumur racul fəyusalli fəyüzəyyinu salətəhu limə yara min nəzər raculin. Məsələn, deyir ki, bir insan da qalxır namaz qılır və namazını bəziyir. Niyə görə? Ona görə ki, kimsə ona qıraqdan baxır, ona gözəl namaz qıldığını göstərmək üçün. Bu riyadır. Əməli Allahdan qeyrisinə göstərmək, Allahdan qeyrisi üçün onu etmək riyadır və Allah Taala da bunu qəbul etməz. Və sonra şeyx buyurur ki, həl fikə kərahətun lil haqq. Bax gör səndə haqqa qarşı bir ikrah hissi var. Allahın haqqına, ümumiyyətlə İslam dininə qarşı səndə bir xoşlamamazlıq, belə bir şey, yəni haqqı xoşlamamaq var içində. Yəni Allah qorusun. Allah Taala bildirir ki, və qulil haqqu min rabbikum. Fəmən şə'ə fəlyu'min və mən şə'ə fəlyəkfur. Allah Taala deyir ki, de, haqq sənin Rəbbindəndir. İstəyən iman gətirsin, istəyən küfr etsin. Allah Taala bizi qorusun küfr etməkdən. Allah Taala bizi haqqı sevə-sevə ona əməl etməyə
müvəffəq etsin. Sonra buyurur ki, şeyx, həl fikə bağda lil müminin, bax qəlbivə gör, qəlbivin içində möminlərə qarşı səndə kin, nifrət var. Allah Teala bizi qorusun bu vəsifdən. Allah Teala buyurur ki, Quran-ı Kərimdə Həşr surəsində وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا إِنَّكَ رَؤُوفٌ رَحِيمٌ. Ey Rəbbimiz, yəni Allah Teala vəsf edir kimləri? Sahabələrdən sonra gələnləri. Deyir ki, onlardan sonra gələnlər belə dua edirlər ki, ey Rəbbimiz, bizi və bizdən əvvəl imanda ötən, iman gətirib sənə tövhid sünnət üzərində ibadət edənləri bağışla və qəlbimizdə möminlərə qarşı kin, nifrət elətdirmə. Möminin qəlbində başqa möminlərə, mömin kişi və mömin qadınlara nifrət olmaz. Ayədə Allah Teala bildirir ki, وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتِ أَوْلِيَاءُ بَعْضُهُمْ لِبَعْضٍ. Mömin kişi və mömin qadınlar bir-birlərinin dostudular. Yəni bir-birinə dost olan, bir-birinə kin bəsləməz, nifrət eləməz, paxıllıq eləməz. وَلَا تَحَسَدُوا. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, وَلَا تَحَسَدُوا وَلَا تَبَاغَضُوا وَلَا تَدَابَرُوا. Bir-birinizə həsəd etməyin, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin. Allah Teala bizi bu vəsiflərdən qorusun. Sonra şeyx buyurur ki, həl fikə hiqdun aləl müminin. Yəni eyni demək olar ki, mənadadır. Kin, nifrət, paxıllıq, həsəd qəlbindədir, belə şeylər var. Allah Teala hər birimizi bu vəsiflərdən qorusun. Sonra bildirir ki, gözəl bir söz deyir ki, فَإِنَّ غَسِيلَ الْقَلْبِ كُلَّ يَوْمٍ أَهَمُّ مِنْ غَسِيلِ الثِّيَابِ كُلَّ يَوْمٍ. Həqiqətən də insan hər gün qəlbini yuması, onu təmizləməsi, yəni onu nəzərdən keçirməsi, nəzarətdə saxlaması paltarını hər gün yumasından daha əhəmiyyətlidir. Yəni geyindiyimiz paltarları necə ki hər gün yuruq, ondan da daha şiddətli şəkildə qəlbimizi yumağımızı məsləhət görür şeyx. Sonra bildirir ki, İğsil qalbəkə və tahhirhu. Qəlbivi yu və onu təmizlə. Allahdan istəyir ki, Allah Teala şeyxin bu gözəl nəsihətinə əməl eləməyi bizim üçün asanlaşdırsın. Allah Teala bizi bir-birimizi sevən, bir-birimizə xeyir istəyən, bir-birimizə şər istəməkdən bizi qorusun. Allah Teala bizi də, sizi də bağışlasın. Vəlhamdülillahi Rabbil aləmin.